Şiə sünnini kafir hesab edir, sünni şiəni kafir hesab edir. Bunu deyən insanlar Peyğəmbərə necə bir uşaqbazlıq ittihamı elədiklərinin fərqindədirlərmi? Elə ayələri, Quranı tərcümə ediblər ki, oxuduğunuz zaman dəhşətə gəlirsiniz. Məsələn, mən özüm də dəhşətə gəlirdim. Adam tanıyırdım ki, qəbir daşı 300 mindən çox pul xərcləyir. Necəsiniz Rəşad bəy? Təşəkkür edirəm, çox sağ olun. İlk sualım buydu ki, dünyada yüzlərlə din var. Necə əmin ola bilərik ki, haqq din İslam dinidir? Baxın, sizə bir şey deyim. Birincisi, bundan ötəri nə etməliyik? Həmin mövcud olan dini kitabların, dinlərin əsas kitabları olan, müqəddəs kitab saydıqları kitablarına baxmalıyıq. Məsələn, götürək Yahudilikdə. Yahudilikdə baxırıq ki, orada Peyğəmbərdən danışılır. Məsələn, Lut Peyğəmbərdən. Lut Peyğəmbərin, üzr istəyirəm tamaşaçılarımızdan da, qızlarının atalarını içirdirib onunla cinsi münasibətdə olmalarından bəhs olunur və elə iki xalqın ortaya çıxması qeyd olunur. Bu, insanın fitrətinə uyğundurmu sizcə? Və yaxud da bu günlərə baxırıq xristianlığa. Xristianlıqda adicə deyək ki, mövcud olan İncillərin özündə belə, Yuhanna İncilində adi suyu İsa Peyğəmbər güya şəraba çevirir. Spirtli içkiyə çevirir. Ondan sonra içir, keyflənir, hətta anasının üzərinə qışqırır. Yəni, baxırıq ki, faydalı olanı, faydasız olana çevirməkdə məqsəd nə idi? Yəni, deyirsiniz ki, digər dinlərin hərəsində müəyyən bu xətalar var və bu xətalar olmayan yeganə din İslamdır. Məsələn, bu günlərim Allahın kitabı əslində bu dinlər müxtəlif adlardan sonradan çıxdı. Həmin o dinlərin kitablarına baxdığınız zaman, məsələn, mövcud olan İncillərdəki Mattanın İncilinə baxanda, Mattanın İncilində dağ vəzi var. Dağ vəzinə baxdığınız zaman bir də görürsünüz ki, Quranında bildirilən ayələrə uyğun gələndir. Deməli ki, onların da mənşəyi eyni olub. Sadəcə sonraki dövrlərdə insanlar tərəfindən təhrif edilib, dəyişdirilib. Sonra Tövrata baxsınız, Tövratda məsələn məşhur bildiyimiz deyək ki, Tanakh deyə bilinən kitabdır. Onun əmr var, başqalarını öldürməyəcəksiniz və s. kimi. Yəni, bunlara baxdığınız zaman baxsınız ki, Quranla üst-üstə düşən məsələlər var. Yəni, bunların kökü, mənşəyi, mənbəyi eynidir. Eyni qaynaqdan bəhrələnib. Sadəcə sonraki dövrlərdə insanlar öz əlavələri ilə, düşüncələri ilə, fərqliliklər əlavə eləyərək onu Allahın dini olmaqdan uzaqlaşdırıblar, çıxarıbdılar və bunu qəbul edən, məsələn, Yahudiliyin özündəki elə qruplaşmalar var, reformistlər var. Xristianlıqda yoxdurmu? Var. Məsələn, xristianlıqda eyni şəkildə qəbul edilsəydi, 15-ci əsrdən sonra, məsələn, Martin Luther'in dövründə protestanlıq niyə ortaya çıxsın? Və yaxud da, məsələn, Nanao deyə bir xanımla mənim bir müsahibəm olmuşdu, Yapondu əslən, İslam dinini qəbul edib, hətta onun özü belə Yaponların da mövcud olan din anlayışına, Şintoizm dininə, Sintoizm də deyirlər, ona etiraz eləyirdi. Buddizm anlayışına etiraz eləyirdi və axtarışda olduğunu, axırda da İslamı tapdığını, amma İslamı da hər kəsin qəbul elədiyi İslam şəklində deyil, ağla önəm verən bir İslamı tapdığını biləndən sonra İslam dinini qəbul eləyib və bu günlərimdə bəzi həmin o qəbul elədikləri məsələləri Yapon dilinə tərcümə eləyərək Yaponiyada insanlara təqdim eləyir. Yəni, bunlara araşdırdığımız zaman biz görürük. Məsələn, siz bu günlərim həqiqətən oturub Tanakhı başdan ayağa oxusanız dəhşətə gələrsiniz. Hələ mən digər başqa məsələləri demirəm. İncillərlə bağlı. İncillərin özü bu günlərin necədir? 27 kitabdır. 4 dənəsi İncil sayılır. Hansı İncillərdir? Mattanın İncilidir, Markın İncilidir, Lukanın İncilidir, Yuhannanın İncilidir. Bu üçünə sinoptik İncillər deyirlər. Baxsınız, dördüncüdən fərqlidir bir-birindən. Ondan sonra gəlir elçilərin işləri. Ondan sonra gələnlər nədir? Həmin o həvarilər deyilən, İsa Peyğəmbərin sahabələr deyə biləcəyimiz anlayışdakı məktubları orada görürük. Məsələn, onların hamısı eyni şəkildə deyil ki, Mattaya görə İsa Peyğəmbərin həyatından bəhs edib. Luka özünün düşüncəsinə görə İsa Peyğəmbərin həyatından bəhs edib, bioqrafiyasından bəhs edib. Biri Romalılara görə yazıb, biri paganistlərə görə yazıb, hərəsi bir şeyə görə yazıb onlarıdır. Yəni, deyirsiniz ki, əslində qalsa, bütün dinlər hamısı eyni qaynaqdan gəlir. Sadəcə olaraq insanlar bunu zamanla təhrif ediblər. Və müxtəlif adlardan da adlandırıblar. Hazırda İslamın özündə də belə məsələ var. Məsələn, İslam özü də məzhəblərə bölünübdür, təriqətlərə bölünübdür. Belə götürəndə onda İslamı da digərləri ilə eyniləşdirmək olmaz. Siz dediyiniz bu acı reallığı, məzhəbləri, təriqətləri götürdüyünüz zaman demək olar.
Çünki bundan da istifadə edib fərqli bir məzhəblər ortaya çıxartdılar ki, bu günlərim Şiə Sünnini kafir hesab edir, Sünni Şiəni kafir hesab edir. Kafir hesab eləmək bununla bitmir. Kafir hesab eləmək az qala bilirsiniz nəyə gətirib çıxarır? Kafir hesab eləmək artıq onun qanının halal olduğu mənasından gəlir. Onu müsəlman qəbristanlığına bastırmaq olmaz mənasından gəlir. Çünki məsələn deyək ki, Sünni bütün səhabələri kulluhum udul deyirlər, bütün səhabələrin ədalətli olduğunu deyirlər. Şiəli onların əksəriyyətini yox, böyük əksəriyyətini qəbul eləmir. Qəbul elədiyi 6-7 sahabə var. Digərlərini məsələn ikiyüzlükdə, bəzilərini münafiqlikdə, bəzilərini kafirlikdə ittiham eləyir və bu ittiham elədiklərindən uyğun olaraq da onlar bir-birlərini məsələn təkfir eləyirlər. Yəni bu doğru deyil axı. Amma biz baxdığımız zaman bəs yaxşı Quranda varmı? Halbuki Quranda deyir ki, və təsmu bihablillahi cəmiyan. Allahın ipindən hamılıqla birlikdə yapışın. Və la təfarraqu deyir. Firqələrə bölünməyin. Sonra Rum surəsindən baxdığınız zaman onların öz firqələrinə bölünüb, onlarla sevindikləri bildirilir. Yəni Allah bizdən bu günlərin firqələrə bölünmək, məzhəblərə bölünmək, təriqətlərə bölünmək Allahın buyruğuna zidd gələn bir hərəkətdir və böyük günahlardandır. Bu gün özünü Şiə, Sünni, müxtəlif adlarla adlandıranlar əslində Allahın buyurduğu ada qarşı çıxır, Allahın buyruğuna etiraz edir və böyük bir günah iş görürlər. Məsələn, Quran-Kərimə yenə 22-ci surəsi var, Həcc surəsi. Həcc surəsinin 78-ci ayəsindən baxdığınız zaman Allah bizi müsəlman adlandırır. Yəni o sülh, əmin-amanlıq yolunun davamçısı adlandırır. Amma biz bu günləri nə edirik? Özümüzə məsələn biri Şiə deyir, Əhl-i Beytin tərəfdarı deyir, biri Sünni deyir, Peyğəmbərin yolu ilə gedənlər. Halbuki baxırıq ki, bir-birlərinə qarşı elə problemlər, elə ittihamlar səsləndirirlər ki, bunların bir araya gəlməsi belə absurd şəkildə olur. Məsələn, mən keçən dəfə birdən qeyd elədim. Məsələn, Sünnisi də, Şiəsi də deyir ki, Mehdinin gələcəyini gözləyir. Deyirəm ki, Sünninin gözlədiyi Mehdi ilə Şiənin gözlədiyi Mehdi bir-birindən fərqlidir. Onun gəldiyi Mehdini o qəbul eləməyəcək, bu birisinin gəldiyini bu qəbul eləməyəcək. Harda qaldı sizin birliyiniz, bərabərliyiniz? Neyniyəcək? Yaxşı deyirəm, Mehdi gəldi, neyniyəcək? Əlində qılıncla mı gələcək? Yoxsa yeni bir silahla mı gələcək? Yoxsa insanlara yeni bir həqiqətən Quranda olmayan yeni nələrisə mi gətirəcək? Təbii ki, heç birini. Yəni belə bir gözləntilərlə sadəcə insanları bir növ manipulyasiya eləyib, onlardan fərqli şəkillərdə istifadə eləyibdilər və eləyirlər. Xristianlıqda da belə bir. Təbii ki, xristianlıqda da məsələn İsa'nın Məsih olaraq, Meşiya olaraq təkrar dünyaya gələcəyi və Armagedon savaşı olacağı, ondan sonra min illərin burada qalacağı, ona insanları dirildib təzədən mühakimə eləyəcəyi, ona inananlarla min illər, millenium burada yaşayandan sonra cənnətə gedəcəyi kimi anlayışlar var. Məsələn, hələ də bunu gözləyənlər var. Yəni belə başa düşürəm ki, deyirsiniz ki, bütün bunlar hamısı rəvayətlərdən, hədislərdən qaynaqlı olan bir məsələdir ki, insanlar dini fərqli şəkildə yorumlayırlar. Fərqli şəkillərdə. Təbii ki, Qurandan uzaq qaldıqca belə bir rəvayətlərə gedibdilər. Quranı anlaşılmaz olaraq qəbul edibdilər. Başa düşməyəcəklərini qəbul edibdilər. Niyə? Məsələn, günümüzdə də elə ayələri, Quranı tərcümə edibdilər ki, oxuduğunuz zaman dəhşətə gəlirsiniz. Məsələn, mən özüm də dəhşətə gəlirdim. Bir ilahiyyatçı olaraq, bir dinşünas olaraq. Bunları araşdıranda görürdüm ki, bizə öyrədilən, bizə təqdim edilən, bizə tərcümə verilən, mənasını verilən sözlər eyni deyil. Yəni bizə bunu təqdim edən insanların özlərinin dünya görüşündə problem var. Bu insanların özlərinin bilgi dağarcığında həqiqətən narahatçılıqlar var. Məsələn, götürüb bunu dəfələrlə demişəm, yenə də deyəcəm. Hətta mənə bəzilər deyirlər ki, bunu çox səsləndirmə. Quran-Kərimin 78-ci surəsi olan Nəbə surəsinin 33-cü ayəsində deyir ki, cənnətə gedəcək insanlarla bağlı sinələri yenicə çıxmış qızlar veriləcək. Mən deyirəm, cənnətə kişilər gedəcək, deyəcək, yoxsa qadınlar da gedəcək. Deyir, qadınlar da. Deyirəm, qadınlara nə veriləcək? Yaxşı, sinələri yenicə çıxmış nə deməkdir? Yəni bu yenicə yetişmiş, böyümüş deməkdir ki, bu günlərim uşaq da bunlar. Siz o zaman bu ifadə ilə, bu tərcümə ilə pedofilliyi gətirib çıxarmırsınızmı insanlara? Amma buna üzr istəyirəm. Buna uyğun olaraq da sabahlarım gətirirlər ki, güya Məhəmməd Peyğəmbər 6 yaşında nişanlanıb, 9 yaşında da evlənib. Buna hansı bir kişi bugünün özünə müsəlman deyəni özünə rəva bilə bilər? Və yaxud da hansı bir kişi öz qızını kiməsə verə bilər? Yaxud da bunu deyən insanlar Peyğəmbərə necə bir uşaqbazlıq ittihamı elədiklərinin fərqindədirlərmi? Amma halbuki o kitabları yazanlar məsələn Buxaridə və yaxud da digərlərində gəlir deyə, ona görə həmin onlara toz qondurmamaq üçün Peyğəmbərə belə bir şey rəva bilirlər. Amma mənə cavab verməyə çalışanlar, məni ittiham eləyənlər, əleyhimdə video çəkənlər bu məsələyə aydınlıq gətirirlərmi? Xeyr, heç bir aydınlıq gətirmir. Niyə? Çünki o fikirdədirlər. Çünki o düşüncədədirlər. Buna inanırlar, bunu qəbul edirlər.
Yaxın zamanda Yasamal qəbirstanlığında olmuşduq biz, bir çəkilişlə bağlı. Yasamal qəbirstanlığına gəzəndə orada qəbirləri gördük. Xristian insanların qəbirləri var idi, bir də müsəlmanların var idi. Xristianlarda sadə bir xaç idi, yəni çalışdıqları qədər qəbirləri sadə tutmağa çalışıblar. Amma bizimkilərdə həqiqətən də böyük, necə deyim, təmtəraq var idi, dəbdəbə var idi. Yəni ümumiyyətlə biz müsəlmanlar olaraq nəyə görə belə dəbdəbəyə düşkünük? Bu müsəlmançılıqla bağlı deyil ki. Məsələn, eyni şeyi o zaman siz bu günlərim Səudiyyə Ərəbistanına getsəniz, orada hətta kralın belə adi bir baş daşı qoyulduğunu, üzərinə də heç nə yazılmadığını görsəz nə deyəcəksiniz? Azərbaycanla bağlı. O zaman təbii ki, deməli ki, bu Azərbaycanla bağlıdır. Və yaxud da siz indi xristianlıqla bağlı deyirsiniz, orada gördüyünüz əsasən Azərbaycanda olanlar pravoslav kilsəsinə mənsub olan insanlardır, o məzhəbə mənsub olan insanlardır, onların qəbirlərini görürsünüz. Amma Cənubi Amerikaya getdiyiniz zaman elə qəbirlər görərsiniz ki, bizimkilər onların yanında toya getməli olar. Yəni bu sadəcə olaraq insanların özlərini sanki vəfat edən yaxınlarına daha yaxın olduğunu göstərmək üçün ortaya atdıqları bir məsələdir. Mən də adam tanıyırdım ki, qəbir daşı 300 mindən çox pul xərcləyib, dollardan gedir söhbət. Amma bu 300 min dollardan təsəvvür edin, nə qədər tələbəni oxutmaq olar, nə qədər insanı yetişdirmək olar, nə qədər insanın startapına köməklik eləmək olar, nə qədər insanın, deyək ki, gələcəyə qoyacağı sərmayəyə dəstək vermək olar. Yəni bunlar bunu fikirləşirmi? Xeyr, fikirləşmirlər. Düşünmürlər. Bax, problem buradan qaynaqlanır. Sizcə İslam və elm bir-biri ilə ziddiyyət təşkil eləyir? Yəni bilirsiniz necədir? Biz bu günlərin fərqli məsələləri qeyd edirik. Elm dediyimiz nədir? Əgər elm dediyimiz, sayns dediyimiz anlayışı ortaya çıxarıb bununla bağlı məsələni mütaliə eləməyə çalışırıq, müqayisə eləməyə çalışırıqsa, bunun özü bir yanlışdır. Çünki din İslam və yaxud da elm deyil. Elm dediyimiz məsələ nədir? Bir hipotezası olur, nəzəriyyəsi olur, qanunləşdirilmiş tərəfi olur. Amma İslam dininin məqsədi yol xəritəsidir. İnsana navigatordur. Sənin bu çətin yolda sənə seçim verir. Ya bu yolla getdiyin zaman tıxaca düşəcəksən, qırmızı olduğunu göstərir. Bu yolla getdiyin zaman yaşıl yoldur, onu tövsiyə eləyir. Seçimi sənə verir. İslamda Adəm-Həvva məsələsi var. Amma məsələn, elmdə təkamül nəzəriyyəsi var ki, insanlar mərhələli şəkildə yaranıbdır. Yəni Bu dediyimiz təkamül nəzəriyyəsi nə vaxt ortaya çıxdı dostum? Yəni Darwindən sonra əlbəttə. Darwindən sonra Darwinin özü 1850-ci illərdə bilirsiniz ki, yaşayanda onun özünün çıxartdığı ilk kitab Növlərin Mənşəyi adlı kitabı idi. Ondan əvvəl də o özü Beagle gəmisinə minərək gəzintiyə çıxır və o özü heç bir zaman ateist olmadı, dinsiz olmadı. Amma bu günlərin təkamül nəzəriyyəsini əlində səbəb götürən insanlar ateizmin əsas ideoloji bir tərəfi olaraq bunu göstərməyə çalışırlar. İslamda, dində və yaxud da Adəm-Həvva deyilən bir məsələ, birincisi Quranda Həvvanın adı çəkilmir. İkincisi də Adəmin ilk insan olmasından bəhs edilmir. Yəni siz deyirsiniz ki, Adəm ilk insan deyil. Xeyr, təbii ki. Ondan əvvəl insanlar olub. Təbii ki, orada Quran-Kərimə baxdığı zaman 3-cü surə, Ali-İmran surəsinin 33-cü ayəsində Adəmin seçilməyindən bəhs olunur. Adəm kimin arasından seçilir? Heyvanların mı arasından seçilir? Yoxsa yad planetlərin mi arasından seçilir? Yoxsa həşəratların mı arasından seçilir? Peyğəmbər təyin edilməsi ilə bağlı məsələ var. Onda belə götürsək, Təkamül nəzəriyyəsinin özü də bu günlərim o dediyimiz nəzəriyyə, onun özünü belə qəbul edən dindarlar da var, qəbul eləməyənlər də var. Eyni zamanda təkamül nəzəriyyəsini qəbul edən ateist, deist düşüncəsində olan insanlar da var, inkar edən insanlar da var. Yəni bu insanların teoloji baxımdan müzakirə mövzusu olan bir məsələ deyil. Sadəcə olaraq bunu ideoloji cəhətdən təqdim etməyə çalışırlar. Allah həqiqətən də insanı bir təkamüllə də yaratmış ola bilər. Burada bir qəbahət mi var? Yəni bu günlərim insanların özümüz belə bu günlərim yaşayan, indi Yusuf olaraq sizin bu yaşa gəlməyiniz özü bir təkamül deyilmi? Amma yəni məsələ burada ateist, müsəlman məsələsi deyil. Məsələ İslamın elmlə uyğunlaşıb İslamın elmə heç bir zaman problemi yoxdur. Əksinə İslam hər bir zaman təşviq eləyir. İslam məsələn baxdığımız zaman bizim oxumağımızı istəyir. Bilənlə bilməyənin eyni olmayacağını bildirir. Birinci olaraq əmr edəndə məsələn bu günlərim insanlar la ilahə illallah deyirlər, amma halbuki Quran-Kərimdə Muhammed surəsi var. 47-ci surənin 19-cu ayəsindən birinci deyir ki, bilməyimizi istəyir. Yəni kör-körənə bizim göz yumulu şəkildə inanmağımızı istəmir. Bizim düşünməyimizi istəyir, araşdırmağımızı istəyir. Nəysə gəldiyi zaman bunu qəbul elədim demək deyildi. Yəni siz xüsusilə Quranı götürürsünüz və digər hədislərin belə hesab edirəm ki, hamısını rədd edirsiniz. Yəni amma belə götürəndə namazın özünün qılınması məsələsi var ki, Qurani-Kərimdə namazı necə qılınacağımıza dair bir məsələ var.
Quran-Kərimdə namazın qılınması ilə bağlı əmr də yoxdur. Deyir ki, orada nə deyir? Aqimus salah. Həmin namazı düzgün yerinə yetirin. Bu namaz bilinən bir məsələ idi. Xristianlıqda da namaz anlayışı var əslində, Yahudilikdə də namaz anlayışı var, əslində Buddizmdə də namaz anlayışı Orada var. oxunan ayələr, surələr. Qurandan istədiyini oxuya bilərsən, orada problem yoxdur ki. Yəni məsələn Fatihə ilə başlamaq, yəni nə bilim. Elə bir şərt yoxdur. Yəni Quranın istədiyin ayəni oxuya. Məsələn, səcdəyə getmək. Bəli, orada Quran-Kərimdə səcdə sözü gəlir, ruku sözü gəlir. Yəni onun bir ardıcıllığı var da, dəst namazı necə alınacaq? Ardıcılıq həmin o namaz deyir. Hansı namaz? Bilinən namaz idi. Bu günləri məsələn bir adam namaz qılmırsa, o demək deyil ki, namaz yoxdur. Sadəcə o əməl eləmir. Quran-Kərimdə də məsələn oruç gələndə də nə deyir? Sizdən əvvəlkilərə əmr edildiyi kimi onlar da orucun nə olduğunu bilirdilər, namazın nə olduğunu bilirdilər, həccin nə olduğunu bilirdilər. Sadəcə içini boşaltmışdılar, fərqli şəkildə təqdim edib həyata keçirirdilər. Bu günləri məsələn Süryani xristianlara getdiyiniz zaman məəttəl qalarsınız ki, müsəlmanlar kimi bunlar namaz qılır. Və yaxud da Yahudilərin müxtəlif məzhəbləri var, baxarsınız ki, elə biləcəksiniz ki, müsəlmanlar kimi namaz qılırlar. Buddizmin özündə məsələn elə qolları var ki, onlara məsələn mən bəzilərinin videosunu da çəkmişdim. Onların namaz kimi namazı elədiklərini, əyildiklərini şahid olacaqsınız. Yəni biz deyirik ki, Quranda yoxdur. Quran bilirsiniz necədir? Məhəmməd Peyğəmbər özündən heç bir yenilik gətirmədi. O vaxtı Roma papası olan əvvəlki adı ilə Ratzinger, sonra Benedikt deyəsən səhv eləmirəmsə oldu. Onun gətirdiyi bir ifadə var idi ki, bəli, Məhəmməd Peyğəmbər yeni heç bir şey gətirmədi. Əslində doğru deyildi. Sadəcə onun deyiş tərzi Peyğəmbəri aşılamaq mənasında olduğuna görə başqa cür qəbul edildi. Məhəmməd Peyğəmbərin gətirdiyi təkrar həmin o mövcud olan anlayışı canlandırmaq, həyata keçirmək, onu diriltmək idi. Yoxsa Məhəmməd Peyğəmbər özünə heç bir yenilik gətirmədi. Yeni bir ibadət forması gətirmədi, yeni bir ritual gətirmədi. Fikirləriniz digər ilahiyyatçılarla konkret şəkildə ziddləşir. Mən belə bir sual vermək istəyirəm ki, Azərbaycanda özünüzdən başqa bəyəndiyiniz, izlədiyiniz ilahiyyatçı var ki, bunun fikirləri sizinlə bənzərlik təşkil edir və cəmiyyət arasında. Baxın, Yusuf qardaşım, belə bir şey deyim. Bu günlərim həmin o ilahiyyatçıların düşündükləri kimi mən də həmin o cürə düşünmüşəm. Niyə? Çünki bizə elə öyrədilib. Araşdırmamışdıq. Elə bilirdik ki, hər şeyi bilirik. Artıq biraz araşdırmağa başlayandan sonra gördüm ki, mən özüm heç nə bilmirəm. İndinin özündə də o fikirdəyim. Sadəcə öyrənirəm, çalışıram, araşdırıram. Məsələn, bir məsələ gəldiyi zaman onun kökünə getməyə çalışıram ki, bu söz işlədiləndə hansı mənada işlənirdi? Məsələn, Quran-Kərimdə qadınların döyülməsi. Mənə məsələn, həmişə ilk etiraz elədiyim məsələlərdən biri olub ki, mənim ilk dünyaya gələn 2 qızım var idi. Axı mən öz qızlarımın döyülməyinə razı deyiləmsə, Allah necə ola bilər ki, xanımların hətta elədiyi səhvə görə döyülməsinə əmr eləsin, buyursun. Belə bir deyirdim, Allah təsəvvürü ola bilməz. Allah belə bir öz yaratdığına qarşı yanaşa bilməz. Mən bunu araşdıranda məsələn nə oldu? Orada vadribuhun nə sözü var, daraba sözü, vurmaq mənası verilir. Baxdım Azərbaycan dilinin özündə belə vurmaq sözünün 30 dənə Azərbaycan dilinin izahlı lüğətlərində 30 mənası var. Hər yerdə ayrı-ayrı mənadadır. Məsələn, göz vurmağı sən götürüb vurmaq mənasında başa vura bilmərsən. Qulaq ardına vurmağı vurmaq mənasında başa düşə bilmərsən. Ona görə mən bunlardan, bu düşüncədən ayrıldım. Həqiqətən araşdırmağa başladım. Araşdırdıqca da çox ciddi məsələlər ortaya çıxırdı. Məsələn, bir dənə Quran-Kərimdə baxırsınız ki, Muhammed surəsində deyir ki, onları tərcümələrini veriblər ki, boyunlarını vurun. Sonra da deyir ki, onları əllərini bağlayın, əsirləri belə. Boyunlarını vurursan, burada da əsirlər. Baxsan ki, orada nə boyun vurmaqdan gedir söhbət, nə də başqa bir şeydən. Sonra baxırsınız ki, oğrunun əlini kəsin deyə tərcümələr veribdir. Oğrun niyə əli kəsilməlidir? Bunun tövbə eləmək, geri qayıtmaq anlayışı yoxdurmu? Nəyi nə qədər oğradığı zaman bu olmalıdır? Bir çörək oğradığına görəmi, 100 min oğradığına görəmi, 1 milyon oğradığına görəmi, korrupsiyaya bulaşdığına görəmi, hansına görə? Bunları araşdırırıq ki, bunlar yoxdur. Ona görə gətirib elə bir halı salıbdılar ki, bu bizim dediyimiz İslam, Allahın buyurduğu İslam, həqiqətən o insanların dediyi İslamdan tamamilə fərqlidir. Hətta mən iddia edirəm ki, bu günlərim Musa Peyğəmbər gəlsə, Yahudiliyi görsə tanımaz. İsa Peyğəmbər gəlib xristiyanlığı görsə, dəhşətə gələr ki, onu tanrılaşdırıbdılar. Muhammed Peyğəmbər də gəlib bugünkü İslamı görsə, həqiqətən mən sizdən uzağam deyər. Çünki Muhammed Peyğəmbərlə bağlı da elə məsələlər gətiriblər ki, Peyğəmbəri də aşağılayıbdılar. Güya bir ifadəni işlədim. Güya çöldə gözəl bir qadın gördüyü zaman dərhal xanımlarının yanına qaçırmış ki, onlarla bir ünsiyyət. Qardaş, siz Peyğəmbəri sonra da deyirlər, Peyğəmbəri digərlərindən fərqləndirmək üçün 30 kişinin gücü verilib. Peyğəmbər üzr istəyirəm, bir nəyin simvolu kimi təqdim eləməyə çalışırsınız siz?
Yəni İslam budurmu? Yoxsa Peyğəmbər həqiqətən Quran-ı Kərimdə bizə bildirir, sahibukum deyir, sizin dostunuz deyir, yaxınınız deyir. Bizim özümüzə yaxın bildiyimiz bir insanı bizdən uzaqlaşdırıb onu ya tanrılaşdırma, yaxud da aşağılamanı eləmirsinizmi? Bu Quranın dediyi Peyğəmbər deyil. Ona görə baxdığımız zaman digər ilahiyyatçılar, görüşdüyümüz ilahiyyatçılar var, hansı biri çıxışlar eləyir ki? Elədiklərdən baxırsınız, ya mənə cavab verməyə çalışırlar, ya bizim gətirdiyimiz məsələlərə görə böhtanlar atmağa çalışırlar. Bunları necə dinləyəsən? Söhbət eləmək əlbəttə hər bir zaman qapım, könlüm, canım, ürəyim hər zaman açıqdır. Söhbət də eləyə bilərik, amma bunlar özləri çəkinirlər, qaçırlar ki, onunla söhbət eləmək haramdır deyirlər. Təşəkkür edirəm. Çox sağ olun, gözəl söhbət idi, minnətdaram. Sağ olun.